gece yarı bir defa güldün yayıldı kanıma. Dedim ki nece yaraşar yanıma. Eşkin ile can ol can da canıma. Halım yaman sen ol yanan halıma. Bir defa güldün yayıldı kanıma. Dedim ki nece yaraşar yanıma. Eşkin ile can ol can da canıma. Halım yaman sen ol yanan halıma. Salam olsun değerli izleyicilerime. Hər birinizi salamlayıram. Mehriban görüşlərdə sizi xoş gördük. Bugün əhvalınız necədir? Yaxşısınızmı? Novruz hazırlıqları necə gedir? Evinizdə əminəm ki, şəkər buralar bükülür, paxlavalar açılır, gözəl nazı, neymətlə süfrələriniz bəzədilir. Bizim də bugün çox gözəl, dəyərli qonaqlarımız olacaq. Biraz sonra təqdim edəcəm. Amma adət üzrə nə etmək lazımdır? Bu möhtəşəm efirin sponsorlarına təşəkkür etmək lazımdır. Təşəkkür edəcəm mən efirimizin baş sponsoru Nara Gözəllik Mərkəzinə. Nara Gözəllik Mərkəzi Xətai rayonunda yerləşir. Həzza Aslanov metro stansiyasının düz bir çıxışında yerləşir. Bilirsiniz ki, toylar çox olur. Hər zaman elimizdə, obamızda toy sədaları gəlsin, vağzalı sədaları eşidilsin inşallah. Bizim gözəl gəlinliklərimizin qiyməti cəmi 300 manatadır və bir neçə gün sonra satışda olan gəlinliklərimizi sizə təqdim edəcəm ki, hansı ki onların qiyməti cəmi 150 manatdır. 150 manata gəlinliklərin satışıdır. Aşağıda gördüyünüz nömrələrlə əlaqə saxlayaraq istənilən gəlinliyi 300 manata kirayəsini əldə edə bilərsiniz. 150 manatlıq satışı olan gəlinliklərlə də maraqlana bilərsiniz. Təşəkkürlər Nara Gözəllik Mərkəzinə mənim və xüsusi təşəkkürüm olacaq hara? Təbii ki, xanımlarımızın sevimli ünvanı olan Merinos Halı Dünyasına, Sədərək bazarında yerləşən Merinos Halı Dünyasında 100 manat ödəyirsiniz, 5 dənə xalça əldə edirsiniz. Əgər otaqlarınız böyüdürsə, 5-in 3-ə, 6-nın 5-ə xalçalar əldə etmək istəyirsinizsə, o zaman cəmi 100 manat, 130, 150 manat ödəməklə 3 xalçanı birdən əldə edə bilirsiniz. 055 318 2004 nömrəsi ilə əlaqə saxlayaraq istənilən xalçanı əldə edə bilirsiniz. Mənim təbii ki, təşəkkürlərim bitmədi, bu qədər deyil. Bugünkü möhtəşəm geyinmə görə də hər zaman olduğu kimi təşəkkür edirəm. Nərmanov metro stansiyasının çıxışında yerləşən Lady Charm. Lady Charm'da istənilən geyimi faizsiz kredit şərtləri ilə də əldə edə bilərsiniz. Qiymətlərimiz çox münasibdir, xanımlar. Deyərsiniz, mənim üzərimdə olan əlbisənin cəmi 40 manat qiyməti var və saç və makyaja görə isə, Mahir, istəyirəm yaxından göstərəsəm, bugün fərqli bir saç düzümü ilə sizin qarşınızdayım. Bu saç makyaja görə, bu gözəlliyə görə təşəkkür edirəm. Ceyranbatan qəsəbəsində yerləşən və studiyada çalışan mənim gözəl göyçək Kəmaləmə. Kəmalə bugün də məni belə şirin şəkər bəzədi, düzədi, efirə yola saldı. İstəyirəm ki, sizə deyəm ki, çayınızı dəmləmişsiniz, şirniyyatınız hazırdır, məni izləyirsiniz. Amma müqəddəs Ramazan ayını yaşayırıq. Allah bütün oruç tutanların orucunu qəbul eləsin inşallah. Bütün arzu niyyətlərinə çatdırsın. Amma bizi izləyirsiniz, çünki bizim maraqlı qonaqlarımız var. Qarabağ elindən, Füzulidən gələn qonağımız var. Fəxriyə xanım Novruzova bizimlə birlikdədir. Fəxriyə xanımı ifası ilə dəvət etmək istəyirəm. Gəlsin Fəxriyə xanım.
Fəxriyə, xoş gəlmisən. Çox sağ ol, təşəkkür edirəm sizə də, izləyicilər də. Çox sağ ol əzizim. Qarabağ elindən gəlmisən, Füzuli bölgəsindən gəlmisən. Füzulilərə eşq olsun. Bütün hər birinizi salamlayırıq. Təbii ki, Azərbaycanın bütün bölgələrini salamlayırıq. Bölgələrə ayırmırıq. Sənin bir xüsusi ifan var ki, Füzuli oğlanlarına həsr eləmişsən. Biraz sonra onu da dinləyəcəyik. Bildiyim qədərilə, amma Fəxriyə, o bir günün içərisində 100.000 baxış yığıb. Bəli. Növbəti qonağımızı dəvət edirəm. Fuad İbadlı ifası ilə gəlir. Bakışıyla danışır, sanki nəsə soruşur. Duyğularım qarışır, baxanda gözlərə. Bakışıyla danışır, sanki nəsə soruşur. Duyğularım qarışır, baxanda gözlərə. Gözlərə, gözlərə, ah gözlü gözlərə. Baxdıqca doymuram, o gözəl gözlərə. Ey baxıb doymuram, o gözəl gözlərə. Vuruldum gözlərə, o gözəl gözlərə. Nəmli gözlərlə baxar, baxar yandırar, yaxar. Məni sevdaya salar, baxanda gözlərə. Nəmli gözlərlə baxar, baxar yandırar, yaxar. Məni sevdaya salar, baxanda gözlərə. Gözlərə, gözlərə, ah gözlü gözlərə. Baxdıqca doymuram, o gözəl gözlərə. Ey baxıb doymuram, o gözəl gözlərə. Vuruldum gözlərə, o gözəl gözlərə. Hey yolunu gözlərəm, bəlkə gələr görərəm. Desə canımı verərəm, aşiqəm gözlərə. Hey yolunu gözlərəm, bəlkə gələr görərəm. Desə canımı verərəm, aşiqəm gözlərə. Gözlərə, gözlərə, ah gözlü gözlərə. Baxdıqca doymuram, o gözəl gözlərə. Ey baxıb doymuram, o gözəl gözlərə. Vuruldum gözlərə, o gözəl gözlərə. Gözlərə, gözlərə, ah gözlü gözlərə. Baxdıqca doymuram, o gözəl gözlərə. Ey baxıb doymuram, o gözəl gözlərə. Vuruldum gözlərə, o gözəl gözlərə. Xoş gəldin Fuad. Çox sağ olun, təşəkkür edirəm. Salamlayıram hər birinizi. Dünya TV-nin bütün işçilərini salamlayıram, izləyiciləri salamlayıram. Xoş gördük. Xoş gəldin. Keç əyləş Fuad. Mən də gəlim əyləşəcəm Fəxriyənin yanında, amma mənim bu gözəl güllərə görə təşəkkürüm olmalıdır ya yox. Bu gözəl gülləri gözünün nuru ilə, əlinin əziyyəti ilə mənim üçün hazırlayıb göndərən Mehinə təşəkkür edirəm. Gözəl, gənc, yəni peşəkar olmaq yaşa başa baxmır da həqiqətən də. Mehin belə gözəl əl işini mənim üçün hazırlayıb göndərib. Təşəkkür edirəm Mehin sənə. Fəxriyə təşəkkür edirəm bu gözəl hədiyyə üçün. Sənin qızın bunu hazırlayıb mənim üçün göndərib. Minnətdaram, var olasınız. Allah xoşunuza olsun. Necə gedir ay Fəxriyə bu bayram hazırlıqları? Piş, düş, necədir? Piş düşmən eləmirəm, açıq deyək. Biz həmişə hazır alırıq ya da pişikləyirik. Amma bayram havası yaxşıdır. Bayram ab-havası varmı? Bəli. Qarabağ Fuad, zonasında həmişə. Fuad Qarabağda xüsusilə. Fuad, sən haralısan? Mən Ağdam. Ağdam rayon Bağbanlar kəndi.
Ağdamlısan, sən də Qarabağlısan. Aa, nə gözəl. Salamlayıram bütün Ağdamları. Salamlayırıq Kəndçilərini. biz də. Azərbaycan bütün bölgələrindən bizi izləyən bütün izləyicilərimizi salamlayırıq. Fuad, bəs sizdə necədir ab-hava? Bayram ab-havası, evdə hazırlıq gedirmi? Bu şəkər buralar Bizdə bükülürmü? Artıq neçə gündür hazırlıq gedir. Aha. Qarabağ tərəfi həmişə biraz tez hazırlaşır. Qarabağın xüsusi bir, nəysə bir xüsusi hazırladığınız nəsə varmı bu bayramda? Xüsusi deyəndə elə el adəti ilə də şəkər bura, paxlava, qoğal. Yəni şeylər bizim hazırladıqlarımız orada da elə eynəndə o cürdə Eyni. hazırlanır. Bəlkə də var, mənim yadıma düşmədi. Fuad, mən bildiyim qədərilə sən həm də aktyor kimi fəaliyyət göstərmisən və hansısa bir serialda hansısa bir obrazı canlandırmısan, amma dəyərli tamaşaçılarımız izləyirsə mənə qatıla bilərlər. Sənin çox sakit təbiətin var. Bəli. Mənə çox maraqlıdır ki, sən həqiqətən də bu rolu necə canlandırmısan, necə o obraza girmisən, onu yaşamısan. Sən hansı seriala çəkilmişdin? Mən Qız İşi serialında çəkilmişəm, bir də qısa metrajlı filmlərdə çəkilmişəm. Aha, hansı obrazda olmuşsan orada? Orada ilkin obrazdır. Mənə elə bir ki, elə xarakterimə uyğun obraz veriblər. Sakit. Orada da. Aha. Sən Biraz dəli ümumiyyətlə dolluq real var. həyatda da belə sakitsən, yoxsa Bəli, bəli, biraz elə belə sakit ağır təbiətin var? təbiətliyəm. Hə, amma səndən fərqli olaraq Fəxriyə xanım biraz hayküylüdür, biraz dəli doludur. Qadın kimi deyil də sanki belə danışanda elə bilirsən ki, bir kişi ilə danışırsan həqiqətən. Çünki bizdə üzr istəyirəm, biz evdə iki övladıq. Mənim qardaşım olmadığı üçün evdə mən atam olan kimi böyüdüb, ona görə. Səndə yəni bu uşaqlıqdan belə. Bəli. Deməli, Füzuli rayonunda bir xanım var ki, ümumi dəstəsi ilə birlikdə toy el məclislərinə gedir ki, qiyməti desəm, dəyərli tamaşaçılarımız da özləri inanmayacaqlar bu qiymətə ki, hansı ki 200 manata bütün toyu idarə edirlər və bunun içərisində bütün ansambl daxildir, aparıcı daxildir, müğənni daxildir. Yəni, bu həqiqətdirmi? Varmı belə bir şey həqiqətən Füzulidə? Bəli, var olmağına. Var. Amma bir söz deyim ki, yəni mən 20 ildir artıq Füzulilərin içindəyəm. Buradan Bəli. Füzuli cəmaatını salamlayıram. Aha. Amma şəxsən məndə elə deyil. Mən həmişə Füzuli Sən indi olanlara dəstək deyək ki, olum. ansamblın hansısa el məclisinə gedirsən, düzdürmü? Füzuli rayonunda elə sənin yaşadığın, doğulduğun, boya başa çatdığın rayonda səni hansısa bir el məclisinə dəvət ediblər, amma ansambldan bir yerdə. Sən gedib o toyu idarə edirsən. Bəs səndə qiymət necədir? Mən ansambldan getsəm ən azı 700-800 manata gedərəm. 700-800 manata gedirsən. Çünki mən 1 saata, 2 saata məclisə getmişəm 300-400 manata. Bəli. 6 saatlıq məclisi sən canlı-canlı ifalarla həqiqətən də məclisi idarə edə bilirsənmi? Bəli, bəli. Buradan onu vurğulayım ki, bizim Rövşən müəllim var, Sinzat ifası 8 ay mənə dərs keçdi. Çox gözəl. Bununla yəni. bağlı dərs Bəli, bununla verirsən. bağlı. Əslində xına məclisinə də hazırlaşmaq istədim. Baxdım ki, xına üzü mənlik deyil, ona görə də xınadan vaz keçdim. Artıq xına məclisinə aparan var, biraz ucuz qiymət aparırlar, ona görə də mənə sərf eləmədim. Xına məclisləri adətən qiyməti çox münasib olduğuna görə, yəni həm də ki, xına məclislərini idarə edən elə insanlar var ki, artıq biz o insanları tanıyırıq sima olaraq. Onlara daha çox həvalə olunsa daha yaxşı olar. Çünki elin adətləri var. Toy məclis elədir ki, hər kəs bir cür istəyir. Toyun adətini bilirik, yəni tamam fərqlidir xına. Ona görə xına məclislərinə çox xahiş edirəm. Elimizin adəti var. Xına məclislərini hər kəs idarə edə bilməz. Ona görə də bu işi bilən insana həvalə etmək lazımdır. Bəli. Fuad, bəs sən necə? Bax, belə sakit təbiətin var. Çox sakitsən. Sən necə oldu ki, müğənni olmaq istədin? Mən uşaqlıqdan elə oxuyurdum, musiqi məktəbinə getmişəm. Hətta təhsil də almısan. Bəli, bəli. Bənövşə uşaq xorunun bir nömrəli solist olmuşam. Bir nömrə deyəndə yəni düz çıxmır, yəni solist olmuşam da belə. Aha. Həmin ərəfədə elə bir ki, hər ay 2 dəfə efirə çıxırdım o vaxtlar. Sonra Bəli. Allah rəhmət eləsin, müəllimim Əfsər Cavanşirov rəhmətə getdi. Biraz elə Bəli. qaldım, biraz nə bilim baş qarışdı. Xeyli aradan sonra yenidən davam etmək qərarına gəldim. Bilirsiniz də, bu toydur,
ev şənlikləridir. Həqiqətən də hərəkətli insanları sevirlər. İfaları, düzdür, səs də önəmlidir, ifalar da önəmlidir. Amma bir balaca da hərəkətli olduğu zaman, ifanı oxuyub yaşadığı zaman insanlara daha gözəl çatdıra bilir, düzdürmü? Amma səndə elə bir xarakter var ki, sən oxuduğun ifanı belə yaşaya bilmirsən. Sanki ifanı oxuyursan, amma özün başqa bir aləmdəsən. Düzdür? Yəni, buna görə sənə iradlar gəlmirmi getdiyin el məclislərindən? Deyirlər ki, ay Fuad, gəlmirsən, sanki cismən buradasan, amma ruhən başqa bir yerdəsən. Bəli, çox deyirlər mənə, amma tanıyırlar da, bilirlər ki, mənim xarakterim belədir. Sənin xarakterin belədir. Sən adətən hansı zonalara, hansı bölgələrə toy məclisinə dəvət edilirsən? Mən elə şəhərdə, məsələn, tanışlar, dostlar olur, gedirəm onların məclislərində belə. Rayonlara elə getmirəm, yəni. Yəni, dəvət olunur, amma qəbul etmirsən, yoxsa necə? Yox, yəni tanıdıqlarım yoxdur rayonlarda. Öz rayon, elə bir ki, cəmaatı tanıyır məni. Onlar da, məsələn, burada yaxınımda olanlardır, burada yaşayanlardır. Çünki hələ bizim yerlər hazır deyil deyə. Bəli, bəli. Ona görə. İndi torpaqlarımız geri alındı, düzdürmü? Sən öz doğulduğun torpağa, öz vətəninə geri dönəcəksənmi? Orada yaşayacaqsanmı? Bəli, əlbəttə. Yaşayacaqsan. İllərdir səbirsizliklə gözləyirəm. Gözləyirsən. İnşallah ki, orada uğurların daimi olar. Elə mən istəyirəm ki, Fuadın ifası ilə davam edək. Fuadın ifası gəlsin. Yar məndən ayrı olsun, görməyincə yad olsun, geçsin mənsiz şad olsun, çıxmasın da yoluma, sevmərəm daha. Ötdü zamanlar hədər, sevmədin ki mən qədər, mənlə qaldı qəm kədər, getmədim muradıma, sevmərəm daha, sevmərəm daha. Bu muydu sevgi istek, yalana uydu gerçek, qəlbimdə soldu çiçek, sevmərəm daha. Niyə sevgin har oldu, yandırıb yahar oldu, dünyam tarimar oldu, sevmərəm daha. Qəlbimdə soldu çiçək, sevmərəm daha. Niyə sevgin har oldu, yandırıb yahar oldu, dünyam tarimar oldu, sevmərəm daha. Qəlbimdə soldu çiçək, sevmərəm daha. Niyə sevgin har oldu, yandırıb yahar oldu, dünyam tarimar oldu, sevmərəm daha. Həqiqətən də möhtəşəm. Fuad, keç əyləş. Gözəl ifadə Fuad, həqiqətən də səsin də bir başqa
ahəngi var, bir başqa gözəlliyi var, bir Allah razı başqa olsun. səslənir səsin. Bəlkə də nə bilim xarakterini yansıdır, amma lirikalarda bir başqa cürsən, özünü elə bir tamamlayırsan. Sən də elə düşünürsənmi? Bəli, bəli. Ona görə də mən mahnıları özüm yazıb bəstələyirəm. Mahnıların Özün çoxu da yazıb bəstələyirsən Bəli, bəli. hətta. elə xarakterimə uyğun çoxu da lirikadır məndə mahnıların. Şən mahnıları azdır. İndiyə qədər neçə mahnı bəstələmisən? Ondan artıqdır. Ondan artıq. Bəli. Bəli. Tutalım ki, Fəxriyə sənə müraciət eləyir ki, Fuad, mənə bir mahnı bəstələ, ya hədiyyə et, ya da indi qonorarı nədirsə onu ödəyirəm. Sən Fəxriyəyə lirika bəstələyərdin, yoxsa hərəkətli? Fəxri xanımın istəyinə bağlıdır da o. Yəni lirika istəsə lirika, şən istəsə şən mahnı bəstələmələr. Bəstələyə bilərsən. Fəxriyə bilirsən də müraciət edə bilərsən Fuada. İnşallah. Fəxriyənin ifa etdiyi mahnıların demək olar ki 80%-i kimə aiddir? Tural Sədandan Fərdi Əhmədzadəyə. Sən onlarla duet də oxumusan, düzdürmü? Bəli. Bəli. Yəni onlarla duet oxumağın sənin tanınmağına bir dəstək oldumu, bir kömək oldumu? Bəli, bəli. Ən çox mənə dəstək olan Orxan Göyçəli olub, Mətanət xanımın bacısı olub. Bəli, bəli. Orxanı da salamlayırıq, Turalı da həmçinin. Orxan da, Tural da, Fərd bəy də hamısını salamlayıram. Aha. Bəli, mənə çox dəstək olublar. Hətta Orxan mənə 2 dənə öz mahnısını da veribdi belə. Tural Sədalın üzü istəm ən çox tanındığım, Füzulidə tanındığım alındı torpaqlarımız olub. Yəni mən onunla tanınmışam, onunla da xeyli çörək qazanmışam. Təşəkkür edirəm buradan Tural bəyə. Aha, demək olar ki, bu günə qədər əldə etdiyin qazanc, sənin tanınmağın alınan torpaqlarımıza həsr olunmuş ifa ilə bağlıdır. Bəs sən Fuad, yəni bir Qarabağlı kimi öz torpağına, öz elinə həsr elədiyin bir mahnın, bir bəstən yoxdurmu? Bəli, var, əslində var. Mən o mahnını yazanda, bəstələyəndə artıq torpaqlar şuralar alındı. Ona görə Alındı. Onu oxumadım heç yerdə. Oxumadın. Çünki o həsrət mahnısı idi, yəni. Həsrətlə gözləyirdik, bəli, 30 ildən sonra bütün torpaqlarımız geri qayıtdı, Azərbaycan bütövlüyü artıq bizimlədir, bizimdir. Çox şükür olsun. Fuad, indi sənə hansısa bir filmin, hansısa bir qəhrəmanını, hansısa bir obrazını oynamaq üçün bir təklif gəlirmi? Bəli, olur arada. Aha. Elə bir ki, indi əsasən bu musiqi sahəsində biraz çox çalışıram, ona görə vaxtları belə gedə bilmirəm. Amma inşallah fikrimdə var. Yəni fikrində var ki, aktyor kimi də fəaliyyət göstərəsən. İnşallah. Fəxriyə xanımın ifasını istəyirəm təqdim edək. Hava kara bulutlu yine yağmur yağıyor. Hava kara bulutlu yine yağmur yağıyor. Sanki günahsız gibi gözlerime bakıyor. Sanki günahsız gibi gözlerime bakıyor. Of 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 of. İçime akan dertler aslında seni girsin. İçime akan dertler aslında seni girsin. Bu sevdanın hayrı yok artık burada da bitsin. Bu sevdanın hayrı yok artık burada da bitsin. Yalan, yalan, of of of. Yalan, yalan, of of of.
Hava kara bulutlu yine yağmur yağıyor. Hava kara bulutlu yine yağmur yağıyor. Sanki günahsız gibi gözlerime bakıyor. Sanki günahsız gibi gözlerime bakıyor. Of 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 of. İçime akan dertler aslında seni girsin. İçime akan dertler aslında seni girsin. Bu sevdanın hayrı yok artık burada da bitsin. Bu sevdanın hayrı yok artık burada da bitsin. Yalan, yalan, of of of. Yalan, yalan, of of of. İçime akan dertler aslında seni girsin. İçime akan dertler aslında seni girsin. Bu sevdanın hayrı yok artık burada da bitsin. Bu sevdanın hayrı yok artık burada da bitsin. Yalan, yalan, of of of. Yalan, yalan, of of of. Çox sağ ol Fəxriyə, sən bu mahnını bizə yaşatdın. Təşəkkür eləyirəm. Demək olar ki, Füzulidə də yəni valla toylara da gedəndə bu mahnını istəyirlər məndən. Bu mahnını nə vaxt yazdırmısan? Bu mahnını hardasa il yarım olar. Artıq 2 ilə yaxındır, Bəli. düzdürmü? Keçək Fəxriyəm. Fuad, neçə yaşın var? Mənim 42 yaş. Maşallah, gənc görünürsən. Maşallah, gənc Fuad, bu yaşa qədər evlənməməyinin səbəbi nədir? Səbəbini deməsəm olmaz. Yox, deməlisən. Bura kimi gəlmisənsə, deməlisən ki, 42 yaşa qədər niyə subay qalmısan? Qız istəmirsən, elçi getmirsən, verməyiblər. Yoxsa nakam məhəbbətin olub, yarıda qalan məhəbbətin olub. Bəli, Yox. eləsinə. Yarıda qalan məhəbbətim olub. Ondan sonra Sənə söz verib. Bu Allahın işi də qismət. Neçə yaşın var idi o zamanlar? Onda 23. 23 yaşda, yəni az yaşdır da. Yəni 23 yaşından sonra sən bir 23 yaşa qədər də sevə bilərsən. Yəni sevginin yaşı varmı sənə görə? Mənə görə sevgi bir dəfə olur. İlk sevgi nəsə odur. Bundan sonra indi evlənəcəyin, ailə quracağın insan olacaq. Bu çəkilişi izlədiyi zaman düşünmürsənmi ki, o insan pis olar buna? Yox, mən evlənməyi düşünürəm. Yəni evlənmək olar, ailə qurmaq olar. Ona söz deməm. Amma ki, həmin sevgi bilmirəm olacaq yoxsa yox, onu bilmirəm. İnşallah ki olar. İnşallah ki yarıda qalan məhəbbətini sənə layiqli bir insan tamamlayar. İnşallah. Çox sağ ol. İnşallah. Bəlkə də bu durğunluğunun, bu sakitliyinin səbəbi də elə bu yarıda qalan hisslərin olub. Bəli. Məncə Onun üçün hansısa bir ifa bəstələmisən, yoxsa? Yoxsa Bəli, ondan bəli. sonra başladın bu... Bəstəm var, elə bir mahnım var. İnşallah onda gələn verilişlərdə inşallah. İnşallah. Sən özün Fuad, başqa hansısa bir işlə məşğulsanmı? Bəli, Başqa sahədə çalışırsan yəqin ki. bərbər işləyirəm. Başqa sahədə çalışırsan. Fəxriyə, sən müğənni kimi fəaliyyət göstərsən, artıq neçə il oxuyursan? artıq 6 ildir. 6 ildir ki oxuyursan. İlk dəfə üzr istəyirəm, mənə sənətə çıxardan Yasin Füzuli olubdu, şəhid olubdu. Allah təala bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət Yasin eləsin. atasına mən ilk dəfə yəni toylara gedəndə çox belə sıxılırdım, nə bilim alınlar alınmaz. Amma onu da vurğulayım ki, yəni müğənni olmaq çox çətin bir şeydir. Həqiqətən çox çətindir. Çətin olmaq odur ki, qurban sənə baxırsan ki, insanlardan asılıdır da, yəni. Həm insanlardan asılıdır, həm də baxırsan ki, bəzi dırnaqarası müğənnilər gedir, məsəl üçün elə qiymətə gedir ki, bizə necədir? İnsanı ruhdan salırlar, artıq ruhdan salırlar. Həvəsdən salırlar, Bəli, ruhdan həvəsdən salırlar. salırlar. Çünki belə deyək də, yəni biz mahnıları düzdür, Tural Sədanla Orxan Göyçalı da, Fərhad bəy də mənə çox dəstək olub. Amma yəni pay bir dəfə, iki dəfə oldu. Yəni biz də ona vəsait ayırıb
istəyirik ki, Tural Sədalıdan ən çox sevdiyin ifanı neçəyə almısan? Yəni ifanı neçəyə satıb sənə? Tural Sədaldan alındı torpaqlarımız mahnısına pul verməmişəm bu mahnıya. Bu mahnı yanı sağ olsun mənə özü razılığı ilə oxumuşam, amma Sən müraciət etmisən də amma Turala? Bəli, mən müraciət, amma bir mahnıya 400 manat pul vermişəm. Bir mahnıya 400 manat. 400 manat. Yəni qanararı mükəmməldir həqiqətən də, düzdürmü? Bəli. Biz bu barədə daha ətraflı danışacağıq. Dəyərli tamaşaçılarımız, mən daha öncədən də sizə demişdim ki, Nara Gözəllik Mərkəzi elə bir qiymətlər sizə təqdim edir, təklif edir ki, həqiqətən də bu inandırıcı deyil, amma həqiqətdir. Gəlinliklərimizin qiyməti, kirayə qiyməti 300 manatdır. Saç və makyajı isə biz sizə hədiyyə edirik. Ünvan yerləşir Həzəslanov metro stansiyasının çıxışında, Xətai rayonunda Nara Gözəllik Mərkəzi. Mən sizə indi hansı ki 300 manata təklif etdiyimiz gəlinliyi və sizə hədiyyə edəcəyimiz saç və makyajı təqdim edirəm. Modelimiz gəlsin. world is infinitely bigger than you. Don't forget, you're nothing. Bəli. Gördüyünüz bu gözəl gəlinliyin qiyməti cəmi 300 manatadır. Bu möhtəşəm saç və makyajı isə biz sizə hədiyyə edirik. Gördüyünüz kimi belə gəlinliklərin yəni qiyməti 1000 manat, 1500 manatdan başlayır, amma biz sizə cəmi 300 manata təklif edirik. Cəmi 150 manata elə bir gəlinliklər satışdadır ki, dəyərli izləyicilərimiz, həqiqətən də siz onu kirayə qiyməti ilə 700-800 manata gedirsiniz, bir günlük götürürsünüz. Amma mən sizə təklif edirəm ki, Nara Gözəllik Mərkəzinə müraciət edin, belə gözəl, möhtəşəm gəlinliyi əldə edin, saç və makyajı isə biz sizə hədiyyə edək. Bizim dəyərli operatorlarımız xanımın gözəlliyinə baxır. Xanım da gözəldir, gəlinlik də gözəldir və hatırlatmaq istəyirəm ki, bu kampaniya cəmi 2 ay üçün keçərlidir. Nara Gözəllik Mərkəzinə təşəkkürümüzü bildiririk və bu təkliflərdən yararlanmağınızı sizə məsləhət bilirik. Modelimizi yola salaq. Bəli, belə dəyərli tamaşaçılarımız, xatırlatmaq istəyirəm ki, Nara Gözəllik Mərkəzinin baş sponsorluğu Lazer Beauty Klinik və Merinos Halı Dünyasının sponsorluqları ilə bizi izləyirsiniz. Fuad, Bəli. Sən neçə ildir ki, müğənni kimi fəaliyyət göstərirsən? Mən 16 yaşımdan, indi 42-dir də, hardasa. Yəni ilk dəfə hansısa bir toya, hansısa bir el şənliyinə, məclislərə nə vaxt sənə təklif gəldi? İlk dəfə neçə yaşında artıq toy oxumağa başladın? Əslində elə 2 dəfə o yaşlardan, məsəl üçün məktəbdə, bayramlarda, tədbirlərdə həmişə orada oxuyurdum. Sonra da yox, dəvət sırf edirlər. professional müğənni kimi fəaliyyət göstərdiyin andan, hansı ki toylara dəvətin sırf ilk dəfə hansı dövrdən başlayır? Mən o dövrdə uşaq olduğum üçün, yəni elə toylara çox getmirdim, az gedirdim. Yəni bir mahnı, 2 mahnı belə oxuyurdum. İndi son vaxtlar xeyli aradan sonra yeni başlamışam. Aha. İndi məsəl üçün tək-tək gedirəm də inşallah indi gələcəkdə bəlkə toylarımız çoxalar inşallah. Daha çox olacaq, bəli. Bilirsiniz ki, müqəddəs Ramazan ayından sonra möhtəşəm toylarımız, düyünlərimiz olacaq. Fuad da öz bəstələdiyi ifalarla sizin el məclislərinə öz rəngini, ahəngini qata bilər. Amma Fəxriyə xanım heç də. Fəxriyə xanım Füzulinin gözüdür, bəzəyidir, yaraşığıdır. Fəxriyə xanıma heç imkan vermirlər ki, bu Füzuli cəmaatı bir Füzulidən bir kənara çıxsın. Niyə ay Fəxriyə? Valla bilmirəm ki, qurban sənə. Yəqin ki, çəkə bilmirlər. Əslində mənim Qıraq rayonunda toylarım daha çox olur. Aha. Qazaxdır, Şəmkirdir, Ucardır.
Bəli. Qıraq rayonunda Saatlıdır, Sabirabaddır. Fəxriyə xanım özü dəyərli tamaşaçılarımız 3 övladı var, tək başına onları böyüdüb, artıq böyükdülər və onlar da sənə dəstək olurlar Bəli, öz bəli. seçdiyi sahələrlə. Övladların heç olmasa sənin sözünə qulaq asıb, sənin istədiyin, sənin dilədiyin kimi həyat tərzi yaşayıb, sənin yolunla gedirlərmi, sənin məsləhət verdiyin yolla? Bəli, gedirlər. Artıq mən 13 ildir tək başınayam. Çox çətin sual oldu həqiqətən mənə. Mən elə bütün valideynlərə mənim övladım kimi övlad arzulayıram. Valla elə oğul var ki, heç anaya baxmır. Yaşın fərqi yoxdur. Mənim Bu yaxın günlərdə sən ağır bir qəza da keçirdin, bildiyim qədərilə. Hətta avtomobilin yararsız bir hala düşdü. Şükür olsun ki, sən bugün ayaq üstəsən, övladlarının yanındasan, amma yəni o qəzadan sonra həqiqətən də dostunu, tanışını, sənə can deyən imkanın olduğunda, o bahalı avtomobilin olduğu zaman yanında olan dostlarını həqiqətən də tanıdınmı? Bəli, tanıdım. İnandırır mısınız ki, mən ikinci günündə 180 nəfər, ikinci günüydü qəza keçirmişdim. 180 nəfər insan mənim yanıma gəldi. Məhdiş Naxçıvan da sağ olsun mənim yanımdaydı. Sənət dostlarımdan çox insanlar gəlmişdi. Amma yəni ki, gündəlik mənim yanımda olan insanlar, maşımda gəzənlər, bahar restorana apardığım insanların demək olar ki, 90% mənim yanımda olmalı. Evdə də mənə irad bildirdilər bu haqda övladlarım ki, yəni görsən ki, yəni sənin pulva görə, maşınva görə istəyirlər. Yəni demək olar ki, tanıdığın dostlarını, tanışlarını hamısını Allah heç kimə belə bir hadisə göstərməsin təbii ki. Bu qəzadan sonra sən bütün dostlarını deyərəm ki, əleydən keçirdin. Yəni o sıralanan dostlarım var ki, həqiqətən də sadiqliyi, sədaqəti ilə sənin bu günə qədər yanında olan dostlarım var. O dostlarından bizim tanıdıqlarımız varmı? O dostlarımdan sizin tanıdıqlarınız yaxşı cəhətdən var, pis cəhətdən yox. Heç tanımağını da istəmərəm ki, pis cəhətdən. Yəni sizin qəlbiniz gözəldir, yəni elə pis insanlar siz qəlbinizə salasınız. Və mənim ən pis günümdə yanımda olan, üzr istəyirəm, mən bilirsiniz də 13 ildə artıq tək başına böyüdəm övladlarımı. Amma qaynanam mənə çox dəstək olur. Yəni ayrılmış olmağınıza baxmayaraq. Bəli. Qapır qonşuyuq çox mənə dəstək olub. Yəni mən 2 ay yataqda yatdım, inandırım sizə ki, yəni qaynatam da, qaynanam da gecə-gündüz mənim yanımda oldular. Bəs yaxşı, bizim bu Cavad sənə dəstək olmadı, heç gəlib getmədi. Ən azından bir evinin bazarlığına sənə bir dəstək olmadı. Mən burada açıqlama verəcəm, yəni mən açıq deyim, yəni kim inciyir, incimir, hər kəsin öz fikri var. Mən direktə baxmıram, mənə TikTokda çox yazılar gəlir. Sosial şəbəkələrdə yəni, bəli. Cavad bəy mənə çox yazır ki, xanım, mən sizi efirə çıxardım, belə filan, yəni heç həqiqətən də sənə öz sahəndə dəstək olmaq istədi Cavad. Bəli, yəni ona görə də ki, Cavad da salamlayırıq buradan. Bizim dəyərli dostumuzu demək olar ki, şou-biznesə hər kəsin dostudur. Füzulilidir, Füzuli olan Qarabağ yetirməsidir o da. Təbii ki, öz sahəsində də peşəkardır. Deyərəm ki, bütün müğənnilər, bütün solistlər, hər kəs onu sevir. Hansı məclisə gedirsənsə, baxırsan ki, Cavad. Cavad bəy oradadır. Bəli, Cavad oradadır. Cavad həqiqətən də... Sizin mənlə də tanış eləyən Cavad bəy oldu. Təşəkkür eləyirəm ona. Çox yazdı. Ondan sonra baxdım ki, yox da, yəni bu insan səmimiyyətlə yaxınlaşmaq istəyir. Səmimiyyətlə, əlbəttə. İstifadə məqsədli deyil. Sadəcə olaraq sənə sənətində dəstək olmaq. Tək olduğum üçün mənə dəstək oldu. Allah kömək olsun onun da, sizin də, əziyyət çəkən işçilərimizin də. Təşəkkür edirəm. Ay Fuad, bəs sən bu şou-biznesdə hansı müğənni ilə daha yaxınsan? Hansı bəstəkarla mı deyək, müğənni ilə, aktyorla, kimlə daha çox yaxınsan? İndi aktyorlardan Cahangir Məlik var. Aha, Cahangir Məlik. Bəli, Cahangir Məlikovdur. Məlikdir, bəzi yerdə Bəli. Məlikdir. Bəs müğənnilərdən? Müğənnilərdən mən dedim elə bir ki, xeyli vaxt ara vermişəm deyə. Ona görə hələ təzə girmişəm. Neçə vaxtdır bu sənətə ara vermisən? Yəni fasilə vermisən? Yəni efirə çıxmıram da, yəni səhnəyə efirə çıxmırdım, amma belə özüm üçün məsəl üçün oxuyurdum, məşq edirdim. Buradan müəllimim Murad Musayevə də salamlayıram. Bəli. 3 aydır mənim əziyyətimi çəkir, vokaldan dərs deyir, toymalarını hazırlayır. Sonra aranjmançımız Sadiqi salamlayıram.
Prodüser Ləman xanımı salamlayıram. Bəli, Ləmanı çoxlu salamlayıram. Ləman efirimizdə də qonaq olub. Amma sənin müəllimindən çox xahiş eləyirəm. Çox xahiş edirəm ki, bir balaca da sən bu toy mahnılarını oxuduğun zaman səni başa salsın ki, o mahnıları yaşamaq lazımdır. Başa salın Mehriban xanım, Bəli. xeyri yoxdur. Xeyri Nə qədər yoxdur. istəyirəm, gülə bilmirəm. O zaman mən Fəxriyə sənə təşəkkür edirəm. Gəldin bu gün həqiqətən də rəng qatdın bizim bu efirimizə. Hər zaman gözləyirəm səni. Fəxriyə xanım bizim xüsusi bayram çəkilişlərimiz olacaq ki, orada da iştirak edəcək. Sənə təşəkkür edirəm Fuad. Sağ olun, mən də Hər sizə zaman təşəkkür gözləyirəm, amma gələn dəfə gəldiyin zaman səni bir fərqli görmək istəyirəm. Dəyərli izləyicilərimiz, gələn həftə görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Təkdir aləmdə eldə, tər güldü hər fəsildə. Təkdir aləmdə eldə, tər güldü hər fəsildə. Deyə bilmirəm ki dildə ona aşiq olmuşam. Deyə bilmirəm ki dildə ona aşiq olmuşam. Xoşdu sevgi aləmi, unutturur hər qəmi. Kimə deyim dərdimi, ona aşiq olmuşam. Xoşdu sevgi aləmi, unutturur hər qəmi. Kimə deyim dərdimi, ona aşiq olmuşam. Necə söyləyim o yarə, ona aşiq olmuşam. Eləsin dərdimə çarə, ona aşiq olmuşam. Deyə bilmirəm o yarə, ona aşiq olmuşam. Eləyə dərdimə çarə, ona aşiq olmuşam. O qədər saf təmizli, baxışı bənzərsizli. O qədər saf təmizli, baxışı bənzərsizli. Özü də xəbərsizdir, ona aşiq olmuşam. Özü də xəbərsizdir, ona aşiq olmuşam. Xoşdu sevgi aləmi, unutturur hər qəmi. Kimə deyim dərdimi, ona aşiq olmuşam. Xoşdu sevgi aləmi, unutturur hər qəmi. Kimə deyim dərdimi, ona aşiq olmuşam. Necə söyləyim o yarə, ona aşiq olmuşam. Eləsin dərdimə çarə, ona aşiq olmuşam. Deyə bilmirəm o yarə, ona aşiq olmuşam. Eləyə dərdimə çarə, ona aşiq olmuşam. Xoşdu sevgi aləmi, unutturur hər qəmi. Kimə deyim dərdimi, ona aşiq olmuşam. Xoşdu sevgi aləmi, unutturur hər qəmi. Kimə deyim dərdimi, ona aşiq olmuşam. Necə söyləyim o yarə, ona aşiq olmuşam. Eləsin dərdimə çarə,